Salam dəyərli izləyicilər, Çınar TV-nin efirindən hər kəs xoş gördük. Dəyərli izləyicilər, bildiyiniz kimi yardım işimiz davam edir. Çınar TV kanalının vasitəsilə və qardaşlar qrupunun köməyi ilə. 2 ilə yaxındır işimiz davam edir. Bu günlər yerə gəlmişik Şəmkir rayonunun Seyfəli kəndinə. İdarə tərəf adlanan ərazi gəlmişik. Dəyərli izləyicilər, buradakı gəldiyimiz ailə çox çətin durumda yaşayır. Yəni demək olar ki, evin yaşayış durumu çox bərbad haldadır. İşıq deməli kəsilibdir boşdan bağlı, işıqları yoxdur, qazları yoxdur. Yəni sosial yardım almırlar. Çox çətin bir vəziyyətdə yaşayırlar dəyərli izləyicilər. Və hər kəsdən xahiş edirəm, biz izləyənlərdən, Azərbaycan xalqından bu ailəyə dəstək dursunlar və çox vaxtını itirmədən az da olsa yardımımızı gətirmişəm çatdırmağa. Dəyərli bizi izləmək üçün də Çınar TV kanalına abunə olun, bəyənin, paylaşın. YouTube, Instagram, TikTok, Facebook'ta bize bakabilirsiniz. Salam aleyküm. Nətər salam, ne var ne yok? Sağ ol qadanız alın, xalam qadanız alın. Sağ ol, da görüm. Bu kardeşlerin yardımı yapmışıq. Buyur bazı. Nətərsiz? Onlara qurban olsun xalası. Qurban olsun. Allah Xala, köməklərində olsun. sizin o videonuz bitirənləri izlədik. Bu işıqla bağlı. Yəni həqiqətən çox pis olduq. Yəni mən özüm də, dostlarım da, qrup da, yəni həqiqətən biz pis olduq ki, yəni bitirənləri biz izlədik o videonu, dərəcələr. Deməli işıq kəsilibdir. İşıq yoxdur. Qaranlıqda oturublar. Yəni həqiqətən indiki zamanı çox çətin vəziyyətdir. Yəni evdə qal olmayan, şey olmayan. Deməli xala, qada görüm, Allah kömək olsun. Allah sizə də kömək olsun hamınıza. Bax, qardaşlara. bizi Azərbaycan xalqı izləyir, hər yerdən baxırlar. Allah köməklərində. Yəni mən də xahiş edirəm Allah ki, başlarından düşsün. sizin işığa nə qədər borcunuz var xala? Acan İşığa nə qədər borcunuz var? 150 manatdır. 150 manat deməli, vəsait olsa sizin işığınız düzələr də. Vallahi Bəziləri xahiş edirəm bu ailə dəstək durağın. Hər kəs bu ailənin kart hesabını yerləşdirəm ekrana. Kimin nə imkanı varsa 3-dən 5-dən yığılağın, dəstək yığılağın. Azərbaycan xalqı həmişə yardımsevər xalqdır. Bu ailənin 150 manatdan kömək eləyin. İşıqları açılsın. Onsuz qazları yoxdur, odun pesi yanırlar. Bax buyurun xala, öz fikrini çatdırın. Qadan alım, nə deyim, Allah köməklərində dursun. Belə yardım verənlərin, sizin də, oradan yollayanların da, hamının köməyi olsun. Nə deyim, balalarını saxlasın. Belə sağ canla işləsinlər, sağ canla balalarını yanına əsinlər. Nə deyim, qadan qalım. Bazı nə vaxtdan işığınız yanır? Başlarından tökdü. 5-6 gün. 5-6 gün işıq yanmır da sizdə kötü. Yanmır, abala. Yəni qaz da yoxdur, odun pesi yanır. Evet, gətirmişəm. Bax Azərbaycan xalqı sizə eşidir. Yəni bax kartınızı yerləşdirin. Allah köməklərində dursun. Nə sözünüz var ailə? Sözümün o da Allah köməklərində dursun. Elədilər, elə nədir? Allah belə sağ canla, sağ canla, balalarının yanına yatsın. Allah razı olsun. Kərəm bir dənə yaxından çəkərdin xaçından. Bax. Qadasın Gəl hamı. Bu sefer grubumuza Allah elə balalarını çəkdim. saxlasın, 12 man. Hamı Odun pesi qalayırlar, gördünüz ki, dərəcələr. Qaz yox, işıq yox. Belə yaşayış olmadı. Atlasından xahiş edirəm buranı göstərərdi. Allah haqqı, belə yaşayış olar. Yəni uşaqlar görürsüz də. Valla nə qaynatası, nə qaynanası. 1 manat vermirlər, kömək vermirlər, ay bala. Mən də gene biraz kömək eləyirdim, mən də o da aylığım kəsildi. Elə valla nə var elə anladım, bərdən göynə, göyərtindən dolandırıq bunları. Dərzəklər. Allah da sizin köməyinizdə dursun. Sizin yaxşı köməyinizdə idi hamının. Azərbaycan xalqının Allah köməyinizdə dursun. Ahmet ələ xahiş edirəm. Bax, dərzəklər gördüyünüz kimi bax, balada uşaqlardır. Ya potular, bu da potumu Yəni deyiləm. qışın günüdür, demək olar ki, daha qış gəlir. Ölürəm da. Yəni 3 dənə uşaq dərzəklər. Bu soyuğun günündə işıq yox, qaz yox. Odundakı- Odun Bura niyə qoydun? Götür. Odun. Götür. Elə onda sağ olsunlar, bir qonşumuz verib. Allah köməyində dursun ki, edi gəlin kəsin. Allah Sağ olsun. köməklərinə dursun. Amin. Xala, Biraz məhəlləmizdə biz kəsik yollayıram, biraz da odun verir. Allah böyükdür, yaxşı olacaqlar. Bax, Qadasını alın, Dərzəklər. qadağınızı alın, nə deyim, Qala sağ görüm, olun, xahiş Allah edirəm. köməyində dursun. bu 3 dənə uşaqların xətrinə, bala uşaqlardır, qışın günüdür, soyuq olan Gələcəyin xəstələrə. sağdatları da Allah qoysa. Allah kömək Gəl olsun. sağla İnşallah uşaqların xətrinə bu Azərbaycan xalqı dəstək olsun. 150 manat işıqlara borcları var. O vəsait inşallah sizin sayədə düzələr və işıqları bərpa olar, yanarlar.
Odun da kimin odunu varsa dəzələr. Xahiş edirəm, heç də qışda mavi yanacaq lazım olur, isinməsi, o da yoxdur. Xahiş edirəm, odunla təşkil eləyin bu ailəyə. Şəmkir rayon Seyfəl kəndində yaşayır bu ailə. Hala nömrənizi qoyacağam, inşallah kartınıza qoyacağım. Kimin nə imkanı var, öz dəstəyini gözləsin. Hala, başqa sözünüz varmı? Yox qadanız alım, nə deyirəm, Allah köməyiniz olsun. Eləsəniz, eləməsəniz, Allah köməyiniz olsun, nə deyirəm. Allah böyük, yaxşı Allah var inşallah. köməyiniz olsun. İnşallah yaxşı olar Allah. Çox sağ ol. Dəyərli bugünlük bu qədər. Hər kəsdən sağ olun, hər kəsə xahiş edirəm. Bu ailəyə dəstək dursunlar, bu uşaqlara dəstək dursunlar. Kimin nə imkanı varsa, işıqla bağlı öz dəstəyini Əgər göstərsin. mənə əsas işıqlarca olsa, Və əlavə də kimsə odun, əsas bu dəqiqə işıqdır yəni, işıq. işıqdır. Təbii ki, qaz da lazımdır, amma bu dəqiqə işıq olmadığına görə Yəni bu dəqiqə 100-150 manat ehtiyat lazım. Boşlar vardır, onu da bağlayıblar. alimdir. Oldu. Dəzəydilər. Xahiş edirəm dəstək olun bu ailəyə. Allah böyükdür və sizdən dəstəyinizlə, sizdən köməyinizlə inşallah yaxşı olar. Odun da lazım. Bugünlük bu qədər. Bizi izləməyə davam edin. Sağ olun.